Sizdən başlayırıq. Bəli, mən Vaxt getdi. Dilara bəli. xanım, maşınqayırma sənayesi Bəli. deyəndə nə başa düşürük? Maşınqayırma sənayesi maddi istehsalın ən inkişaf etmiş sahələrindən biridir. Maşınqayırma sənayesi 3 yerə bölünür. Ümumi maşınqayırma, ağır maşınqayırma, ümumi maşınqayırma, bir də dəqiq maşınqayırma. Maşınqayırma sənayesi ümumiyyətlə maşınlar və avadanlıqlar istehsal edən bir sənaye sahəsidir, düzdürmü? Bəli, Cihazlar, bəli, avadanlıqlar. 3 yerə bölünür. Ümumi, ağır, bir də dəqiq maşınqayırma. Tamam, siz mənə deyin bəli. görün maşınqayırma sənayesi yerləşməsinə görə, coğrafi yerləşməsinə görə neçə yerə bölünür? Yerləşməsinə görə mənim. Qərbi Avropa, Şimali Amerika, Bəli, Şimali Amerika, Qərbi Avropa, Şərqi Avropa, Şərqi, bir də Cənub-Şərqi Asiya ölkələri, bir də MDB ölkələri, Şərqi Avropa və MDB MDB ölkələri. ölkələri olmaqla 4. Bunlarla 4 əsas regiona bölünür. Onu deyim. Bəli, bəli. Ümumi maşınqayırmada hansı məhsullar istehsal olunur? Ümumi maşınqayırmada əsasən avtomobil, gəmi, qatar, lokomotiv, Düzdür. Ağır şəhərdə maşınqayırmada ağır maşınqayırmada müəllim dağ mədən maşınqayırması, yol tikinti sənayesi avadanlıqları, və energetika maşınqayırması. dəqiq maşınqayırmada isə müəllim cihaz qayırma, robot qayırma, Düzdür. Müəllim, elektron hesablayıcı avadanlıqlar bir də müəllim. dəqiq maşınqayırma əsasən hansı ərazilərə meyl edir? Dəqiq maşınqayırma inkişaf etmiş ölkələr üçün səciyyəvidir müəllim. Ölkələrdə inkişaf edib yüksək səviyyədə əsasən Abş şəhər ətrafı, daha doğrusu iri şəhər aqlomerasiyalarını, elm mərkəzlərinə bəli, meyl müəllim. edir. Bəs ağır Bəli. maşınqayırma müəssisələri hara meyl edir? Bu sənaye avadanlıqları istehsalı kimi əsasən Metallurgiya müəssisələri, çünki metal tutunur. metallurgiya müəllim. Bəli, müəllim. Tamam, nəqliyyat maşınqayırmasının inkişaf səviyyəsinə görə fərqlənən ölkələr. Həmən inkişaf etmiş ölkələrdə əksəriyyəti ABŞ, Çin, Böyük Britaniya, Fransa, Almaniya, Koreya. Düzdür. Amma müəllim Hindistan da var burada, Rusiya, Hindistan da var. Düzdür. Hindistan'da, Kanada'da, bunlar da inkişaf edib. Düzdür. Bəli, müəllim. Avtomobil istehsalına görə. Avtomobil istehsalına görə yenə inkişaf etmiş ölkələrdir. Çin, Yaponiya, ABŞ, Almaniya, Fransa, İtaliya, Düzdür. Böyük Britaniya, Düzdür. Cənubi Koreya da var. Tamam. Gəmi istehsalına görə. Gəmi istehsalı mənim 20-ci əsrin ortalarında daha inkişaf elədi. Bu Qərbi Avropa ölkələri üçün, bir də Amerika Birləşmiş Ştatları üçün. Sonra Bir də Yaponiya, sonradan mənim Yaponiya və Koreyada. inkişaf elədi. İndi hal-hazırda 4 əsas regionda bu sahədə, düzdürmü? Bəli. Yaxşı. Aviasiya maşınqayırmasına görə hansı ölkələrdir? Mənim elmi inqilabdan sonra bunlar ən yüksək inkişaf mərhələsinə gəlib çatmışdılar. Bunlar isə əsasən ABŞ-da, Fransada, Rusiyada, Kanadada, Yaponiyada, Çində Düzdür. daha yaxşı inkişaf Yüksək səviyyədə inkişaf etmişdir. Bəli, bəli. Deyin görün mənə kimya sənayesinin müsbət və mənfi tərəfləri. Mən son illərdə kimya sənayesi daha sürətlə inkişaf etməyə başladı. Belə ki, mən bu kimya sənayesinin inkişafı plastik kütlələrin, yarım fabrikatların hazırlanmasında daha çox rol oynadı. Kimya sənayesinin mənfi cəhəti odur ki, insan sağlamlığına mənfi təsir göstərən sahələrdəndir. Çirkli sahədir. Amma ətraf mühiti çirkləndirir, düzdürmü? çirkli sahədir. Bu mənfidir. Müsbət sahədə odur ki, alternativ elə bir sahələrdə hansısa xammal çatışmayanda kimya sənayesində onlar təbii materiallar süni materiallarla əvəzləyir. əvəzlənməsidir. Bəli. Aferin. Yaxşı. Kimya sənayesinin sahələri hansılardır? Mədən kimyası, əsas kimya, üzvü sintez kimyası, məişət, polimerlər kimyası, sonra məişət. Mədən kimyasında nə istehsal olunur? Duz, fosforit, apatitlər, bir də kükürt. Bunların çıxarılmasıdır, hasilatıdır. Düzdür. Hasilatıdır, bəli. Əsas kimyada? Əsas kimyada turşular, qələmlər, mineral gübrələrin istehsalıdır. Üzvü sintez kimyasında isə plastik kütlələr, spirt istehsalı, bir də yarım fabrikatlar. Və karbohidrat.
Hə, mən. Polimerlər, Polimetal kimyası. polimetal yox mənim, Polimerlər polimerlər. kimya, hə, çaşdım. Polimerlər kimyasında süni və sintetik materiallar, Bir də kimyəvi liflər. kimyəvi liflər. Bəli, bəli. Bəs Məişət kimyasında isə əczaçılıq preparatları, sonra ətriyyat, lak, boya. Düzdür, bunlar istehsal olunur. Müəllim, son Bəli. dövrlərdə kimya sənayesinin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə, xüsusilə də neft ölkələrinə keçən sahələri hansılardır? Neft kimyası da müəllim əsas. A. Üzvü sintezdən polimerlər kimyası. Bəli. Əsas xam malı nədir onların? Neft Üzvü qazı. sintez əsas xam malı, bəli. Plastik kütlələr. Yox, o istehsal etdiyi məhsullardır. Üzvü sintez kimyası ilə polimerlər kimyasının əsas xam malı neft və qazdır. Düzdür? Bəli, bəli. Ona görə neft qaz ölkələrinə köçdü. Yaxşı, elm tutumlu kimya sənayesinə görə hansı ölkələr fərqlənir? Mən elm tutumu deməli maşınqayırma sənayesini soruşursunuz da, mən belə deyim. Elm tutumlu kimya dedim mənim. Hə, kimya, hə, üst üstə. Əslində. Yəni bu da inkişaf etmiş ölkələrdən Elm də. tutumlu ki, bax, məsələn, əsas kimya ilə üzvü sintezlə polimerlər çirklidir deyə neft ölkələrindədir. Amma elm tutumlu kimya isə nisbətən az çirklidir. Ona görə də inkişaf etmiş ölkələrdir. Yəni buna dediyi inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə təcavüzü kimi. Ekoloji təcavüzkar. Düzdür. Ekoloji təcavüzkar. Təşəkkürlər mənim. Çox sağ olun. Siz sağ olun. Sonra Zülfiyə xanım yoxdur. Dürdana xanım dinləyicidir. Nisə xanım. Bəli, mən. Axşamınız xeyir. Hazırıq. Vaxtınız xeyir mənim. Bəli. Getdik. Müəllim, kimya sənayesinin 70-ci illərdən sonra sürətli inkişafına səbəb nədir? Enerji böhranı idi ki, bu da ki, neftin qiymətinin kəskin artması ilə bağlı idi. Sağ ol. Ona görə də inkişaf etməkdə olan ölkələrə yönəldi. Düzdürmü? Bəli. Aha, meşə sənayesi. Meşə sənayesi qədim sənaye sahələrindən biridir. Düzdürmü? Ümumiyyətlə, meşə sənayesi bir kompleks olaraq neçə yerə bölünür? İki yerə bölünür. Şimal və cənub meşə qurşaqları. Mən meşə sahəsini soruşmuram. Meşə sənayesi kompleksini soruşuram. Kompleks olaraq neçə hissəyə bölünür? Dərs 41-də keçmişdik, təsərrüfatın sahə quruluşu. Sektorlara keçəndə. Bir dəqiqə. Meşə sahə. Bir dəqiqə, mən sualı verə bilərsiniz bir də. Meşə sənayesi kompleks olaraq neçə hissəyə bölünür? Meşə sənayesi. Otlaqlar olar demişsin mənim. Mənim, sənaye otlaqdır. Yox. Qarışdırdım mənim. Mənim, meşə sənayesi iki yerə bölünürdü. Bir var oduncağın tədarükü sahəsi. Bir də var oduncağın emalı sektoru. Başa düşdünüz? Yadınıza düşdü mənim? Yadınızdadır keçirdik onu. Oduncağın 41-də keçmişdik da meşə sənayesi. İkinci sektora, emal sektoruna aid olanlar yadınızdadır. Oduncağın tədarükü deyəndə nə başa düşürük? Oduncağın tədarükü? Bəli. Oduncağın tədarükü deyəndə nə başa düşürəm mən? Bəli. Yəni, oduncağın tədarükü meşələrin qırılması nəticəsində... Bəli, meşələrdə ağacların qırılması və oduncaq şəklinə salınması. Yəni, xam malın tədarüküdür da, əldə edilməsidir. Burada iş nədən ibarətdir? Ağacları qırıb oduncaq şəklinə salmaqdan ibarətdir. Düzdürmü? Necə ki, neftin birinci sektoruna, neftin yerdən çıxarılması həyata keçirilir, tədarük olunur da xam neft. Düzdürmü? Burada da meşə sənayesinin əsas xam malı ağacdır da, ağac xam malı tədarük olunur. Yəni, ağacın xam malına oduncaq deyilir. Düzdür müəllim? Buna oduncağın tədarükü deyilir. Fikrimi çatdıra bildim? Bu oduncağın tədarükü hissəsi, meşə sənayesinin bu sahəsi harada yerləşdirilir? Meşələr daha çox olduğu yer. Bəli, meşədə gedir də söhbət. Bu işin, bu xam mal mənbələrinə meyl eləyən sahədir. Bunun işi nədən ibarətdir? Ağac qırmaqlar. Ağac olmayan yerdə işləyər sizcə bu? Xeyr. Aysa, demək meşələrdə həyata keçirilir. Düzdürmü? Və bu meşə ağaclar qırılıb oduncaq şəklindən salınandan sonra olur yarım fabrikat. Düzdürmü? Göndərilir emal mərkəzlərinə. Burada oduncağın emalı həyata keçirilir. Başa düşdünüz? Bəs emal özü neçə yerə bölünür? Emal özü neçə yerə bölünür? Bəli.
Dərs 41-ə bir dənə baxarsınız müəllim, yaxşısınız. Təkrar PDF-dən eləməliyəm. mütləq Belə 2 yerə dərsdə bölünür. Müəllim, mexaniki emal idi, doğrayıb nəsə düzəldirdilər. Bir də kimyəvi emal, tullantıları nəsə, yadınızdadır, kimya sənayesi, meşə sənayesi dedik birləşir, yeni meşə kimya sənayesi yaradırdı. Düzdür müəllim? Başa düşdünüz? hə, Ayso. Oduncağın mexaniki emal sektorunda nə istehsal olunur? Oduncaq mexaniki emal sahəsinə hansı məhsullar aid? oduncağın mexaniki emalında Bəli, nə istehsal olunur? şeylər, kağız, selüloz, onları Yalan dişlənir. deyirsiniz. Kağız mexanikidir ki. O kimyəvi emaldır müəllim. Qarışdırdım mənim Taxta, şalban, qapı, O bildi. pəncərə, mebel, bunlar istehsal olunur da. Ağacı kəsib doğrayıb nə düzəldə bilirlər? Qapı, pəncərə, tikinti materialları yoxdur. Ağacdan ibarət tikinti, mebellər. Başa düşdünüz müəllim? Pol, parket, bunlar hamısı mexaniki emal məhsullarıdır. Düzdürmü? Bəs meşə sənayesinin kimyəvi emalında nə istehsal olunur? Kimyəvi emalında o dediyim mənim selüloz kağız idi. Sonra kanifol var idi orada. Bəli, skipidar, boya, bunlar. Bəli. Əməllicə unutmuşsunuz, ha, xəbəriniz var? Müəllim, həmin dərsdə mən deyəsən dinləyici olmuşam, səhv Ay, edirəm. sağ ol. Bax müəllim, görürsüz dinləyicinin fəsadı. Ona Hə, görə ona deyirəm görə ki, mən dinləyici olmaq çalışın olmuyor. Dinləyici olmaq nədir o dinlə heç nə. Valla vəziyyətimə görə olmuşam dinləyici, ona Müəllim. görə səhhətimə 45-ci dərsdə 4 dərs bundan qabaq keçmişəm. bilirəm mən. Ha, yəni o hissəni oxuyun müəllim. Videosuna da baxın, PDF-dən bir dənə. Yaxşı. Tamam. Yaxşı. Meşə sahə sözü neçə yerə bölünür? O dediyim iddia herhalde şimal və cənub meşə qurşağı. Bəli, şimal meşə, bəli. Meşə qurşağı, şimal meşə qurşağında meşə sənayesi üzrə əsas ixtisaslaşmış ölkə hansıdır? Əsas ixtisaslaşmış ölkələr mənim ABŞ idi, Kanada idi, Rusiya idi, İsveç idi, Finlandiya idi. Ay, çox. Şimal meşə qurşağı. Cənub meşə Burada qurşağına. bərpa olunan iynəyarpaqlı meşələr idi. Cənub meşə qurşağında isə əsasən Amazon hövzəsinə aid olan Braziliya idi, Venezuela, Kolumbiya idi, Gayana, Surinam idi. Daha sonra tropik Afrikada Nigeriya, Gabon idi, Mozambik idi, Côte d'Ivoire idi. Bundan sonra isə Cənub-Şərqi Asiyadan Kamboca, İndoneziya, Malazya aid idi. Ay, sağ ol. Düzdür. İndi deyin görün mənə, hansında şimal meşə qurşağında kompleks emal həyata keçirilir, yoxsa cənub meşə qurşağında? Kompleks emal Bəli. şimal meşə qurşağında. Bəli, inkişaf etmiş ölkələrdə onlar oduncağı tam şəkildə emal edirlər. Amma cənub meşə qurşağında kompleks emal deyil. Orada sadəcə olaraq xam mal, tədarükdür, xam mal şəklində satırlar. Pulları yoxdur, texnologiyalar yoxdur orada ağacları meyvələ çevirsinlər, müxtəlif məhsullara çevirə bilsinlər. Çevirirlər, zəif çevirirlər. Başa düşdünüz? Əsasən onu xam mal şəklində satırlar. Nisə xanım, heç razı qalmadım. Heç Mən də qətiyyən. razıyam. Xahiş edirəm bir dənə də baxın o hissəyə. Yaxşı. Müəllim. Müəllimlər, 41-ci dərsdən 44 və 45-i təkrar bir deyin. 41-ci dərsdə keçdiyimizi ümumi şəkildə keçmişiksə, 44 ilə 45-də bunu tam şəkildə keçirik. Xahiş edirəm o hissələrə bir də baxın. Yaxşı. Yəni hər birini sağ. Bu 41 bax 41, 44 və 45-i yaxşı bir dəfə üçünü bir yerdə təkrarlayın. Bu bölməni tam başa düşəcəksiniz. Tam başa şəkildə başa düşəcəksiniz. Təşəkkür. Çox sağ olun Səfan. Siz sağ olun. Sonra Pərvanə xanım. Axşamınız xeyir olsun Axşamınız müəllim. xeyir. Hazırlıq müəllim. Buyurun müəllim, buyurun. 6 dəqiqəniz var, vaxt getdi. Aha. Pərvanə xanım. Deməli, mexaniki emalın məhsullarına nələr daxil edir? Meşə sənayesində mebel, mexaniki emal, oduncaq, Aha. oduncaq tədarükü, mebel, Yox, skipari nə idi müəllim, belə bir şey var. Oduncaq tədarükü o ağacların qırılmasına aid. O mexaniki emal deyil. O elə bir ki tədarükdür. Mexaniki emala mebel istehsalı, sonra tikinti materialları var, qapı, pəncərə, ağacdan ibarət.
şalbanların, Mən bunların istehsalıdır, düzdürmü? Mebelin istehsalıdır. mən- Bəs kimyəvi Bəli. emala nələr daxildir? kimyəvi emala ora yenə mebel istehsal etdi. Mebel Sonra kimyəvi emaldır. skipalar Bəli. deyəsən. Bəli, mebel kimyəvi emaldır. Mebelin üstə mənə lak vurmalar, bəs kimyanın lakını. İndi bir dənə lak vururlar deyə onu o boyda kimyəvi. Selüloz kağız mənim. Aha, sonra. Kağızında kağız. Bəli. Neyse, kanifol idi. Skipada neydi belə bir şey var. Skipidar, kanifol, spirt, boya, lak. Skipidar. Bunlar hamısı nəyə aiddir? Kimyəvi emala aiddir. Kimya, mənim kimya. Amma- Emal olunur sonra göndərilir kimya. Bəli. Amma mexaniki, mebel mexaniki emala aiddir. Yaxşı müəllim. Yaxşı mənim yaxşı. Tamam. Getdik, təkrar edərsiniz siz də müəllim. Getdik müəllim, yüngül Yaxşı. sənaye. Yüngül sənaye nədir? Aha, yüngül sənaye insanların gündəlik tələbat, yəni geyimimizdə, ayaqqabımızda göndərim əmlaklarıdır, bu toxuculuq sənayesidir. Yəni bütün insanın geyimə, ayaqqabıya göndərim əmlaklarına olan tələbatını ödəyən bir sahədir. Aysı. O da sırf kənd təsərrüfatı ilə bağlıdır. Yəni o Yüngül sənaye xam malı hardan alır? mütləq kənd təsərrüfatından Bir bəli. də Demək olar ki, kimyadan. bütün sahələri kənd təsərrüfatından alır, bəli. Və bir də yüngül sənaye ən çox işçi qüvvəsi tələb edən sənaye sahəsi hesab olunur. Daha çox hansı Yəni, çox işçilərə üstünlük verir? Toxuculuq, ucuz işçiyə. Toxuculuqda elə ən çox o Kişi işçilərə daha çox əslində- meyl ediyor, yoxsa qadın əməyinə? qadın Aysı. əməyi tələb Düzdür, edir. qadın əməyi. Yaxşı müəllim, uzun illər yüngül sənayenin əsas inkişaf mərkəzləri ABŞ, Qərbi Avropa, Yaponiya idi. Düzdür? Amma son zamanlar Bəli. coğrafiyasında dəyişiklik baş verdi. Şərqi, Cənub-Şərqi Asiya, Cənubi Asiya, hətta Latın Amerikası elə sırf səbəbdə bundan ibarətdir ki, işçi qüvvəsi. Xammal və Ucuz ucuz işçi işçi qüvvəsi. qüvvəsidir. Aysı. Bəli, hər ikisi bir arada olmalıdır ki, bunu inkişaf etdirsinlər. Tamam. Yüngül sənayedə əsas yeri toxuculuq təşkil edir. Düzdürmü? Bəli, mən Aysı. bəli. İndi siz mənə deyin görüm, dünyada pambıq parça toxumaya görə fərqlənən ölkələr hansılardır? Var Çindir, Hindistandır, Pakistandır, Türkiyədir, Meksikadır, Misirdir. Bu Ah. ölkələr dünyada toxuculuğa görə fərqlənir. Yun parça istehsalı Pambıq, görə. daha pambıq parça. Aha, yun ABŞ-dadır, Fransadadır. Yun yəqin ki, müəllim, Soyuq bunlar ölkələr. alırlar. Aysə, alırlar. Bəli. Həm özlərində var, həm də digərlərindən alıb. Bəli. Çünki tələbat böyükdür. Özü yunu hardan alırlar? İsti ölkələrdən alırlar. Orada qoyunçuluq yunluq istiqamətlidir. Xam mal şəklində Bəli. yunu onlardan alırlar. Çünki o isti ölkələrdə o yuna ehtiyac yoxdur. Ucuz şəkildə satılır. Bəli. Avropa ölkələrdə ABŞ da onu alır, ondan yun məhsulları istehsal edir. Başa düşdünüz? Məsələn, Bəli. tutaq ki, Ərəbistanda yaşayırsınız və yaxud da ki, Avstraliyada. Sizin yun geymə nə ehtiyacınız yaranacaq? Düzdür müəllim? Xalçaya zada nə ehtiyac olacaq? Heç nə. Siz sadəcə olaraq onu satacaqsınız xam mal şəklində. Tamam. Yun Bəli. parça istehsalına görə soyuq ölkələr deyəcək. Bəs ipək parçaya görə? ABŞ, Fransızdır. İpək ABŞ-dır. Qədimdən elə ipəkçilik, məsələn, Ay, Çin, sağ ol. Hindistan, Yaponiya, yəni ən çox orada elə nədir o? İpək yolu nədən başlayıb? Çindən başlayıb da Düzdür. Avropa ölkələrindən daşıyıblar. Adı da bugünkü günə qədər ipək yolda. Tam haqlısınız. Kətan parça istehsalı Almaniyada, Rusiyada, kətan mənim, necə ki o kətan bitkilərini veriblər mülayimliklərdə. Ay, sağ Mən onu olun. elə Düzdür, izah elə edirəm ki, düz yadda mülayimliklər saxla. boyunca. düzdür. Polşa, Kanada, mülayimliklər boyu olan Düzdür. ölkələr. Bəs kimyəvi lifdən hazırlanan parça istehsalı Kimyəvi liftdən hazırlanan Yaponiya, Çin idi müəllim. Kimyəvi lifdən hazırlanan parça deyəndə nə başa düşürsünüz müəllim? Kimyəvi liftdən yəni sintetikada. Bəli, sintetik geyimlər olur. Sintetika Bəli. geyimlər, bəli. Çin o tərəf hazırlayır da müəllim orijinal paltarları çatdıra bilmirlər. Dünya Bəli. bazasının sayı 8 milyard. Bunun da əvəz edicisi kimya sənayesidir. O Ay. işi də öz öhdəsində götürür. Həmin o Çin, Yaponiya, onlar da ki, bəli, misal üçün pambıqdır, ipək. Baxırsınız ki, ipəyə oxşayır amma ipək deyil. Onun Düzdür, əvəz edicisidir. düzdür. Ay, sağ olun. Sintetika, düzdür. Tamam müəllim. Yeyinti sənayesi nə istehsal edir? Müəllim, bura yedi insanların gündəlik qidası, yeməyə olan tələbatdır. Bu da deməli gəlinadıdır, çörək bişirmədir, un üyütmədir, şərabçılıqdır. Bu onun sahələri hesab olunur. Aysa, bu da istehlakçıya meyl edir də, tələbata, düzdürmü? Yəni bunlar da əsasən tez xarab olan məhsullardır. İnsanların tələbatını da həm də tez ödəmək üçün insanlar sıxlıq hardadsa, insan sıxlığı daha çox olan şəhər ətrafı, qəsəbə, yaxın yerlərə də ki, onun daşınması da rahat olsun, həm də insanların tələbatını tez ödəsin. Bəs yeyinti sənayesi xam malı hardan alır? O da mənim mütləq kənd təsərrüfatında var. Kənd Bəli, istəyir yüngül sənaye olsun, istəyir yeyinti sənayesi olsun. Yüngül Bəli, sənayedə xam malı həm kənd təsərrüfatı verir, həm kimya verir.
Amma YNT-də isə Bəli. xam malı kənd təsərrüfatı verir. Yəni valla mən bu gedişlə kimyada verəcək yeyinti. Olacaq. Kələm süniyyət edirlər. Düzdür, Düyü, o da düzdür. olacaq. O da olacaq. Yaxşı müəllim, YNT sənayesinin hansı sahələrdir ki, onlar xam mala meyl Aha. eləyir? Xam mala yaxındırlar da. Bəli, xam mala meyl eləyən sahələr, hansı ki, onlar xam mal mənbələrində yerləşdirilir. Əksər sahələr istehlakçıya meyl eləyir, istehlak rayonlarında yerləşir. Amma bəzi sahələr var ki, onlar xam mal mənbələrində yerləşdirilir. Sizcə hansılar olur? Bu dən ütmədir, ət Xeyr. məhsullarıdır ki. Xeyr, dənüyütmə istehlakçıya, tələbat rayonlarına yaxın yerləşdirilir. Əhali harda çoxsa, orada dəyirmanlar var. Bəli, taxıl çürümür, iyimir. Yəni o rahat şəkildə Məsələn, daşınır. xam mal mənbəyinə insanlara yaxın nəyə lazımdır? Şəkər qamışı, şəkər çoğundur olsun. Lazım deyil. o Gəlin şəkər xam mal qamışı- mənbəyinə yaxın ki, orada. Müəllim, şəkər qamışı, şəkər çoğunluğu kənd təsərrüfatına aiddir. Bax müəllimə, yadda saxlayın. YNT sənayesinin Deyilmə. konserva istehsalıdır. Sonra balıq məmulatları balıq istehsalıdır, balıq emalıdır. Meyvə tərəvəz konserv istehsalı. Aydın. Başa düşdüm müəllim. Yəni Süd- önəmli deyil. Onlar Bəli. orada Süd yağ istehsalıdır. Bir də ət Başa düşdüm. kəsimləridir. Bunlar xam mal mənbələrində yerləşdirilir. Bax müəllimlər, bir də burada şərab istehsalından ət istehsalı ilkin mərhələlidir. Şərab istehsalının ilkin mərhələsi yığılıb qıcqırdılma, xammal da həyata keçirilir. Son məhsula çevrilmə tələbatdır. Ətin kəsimi xammal rayonlarındadır, heyvandarlıq rayonlarındadır. Emalı isə iri şəhərlərdir. Yaxşı müəllim. Amma meyvə tərəvəz Yaxşı. konservlərinin süd məhsulları istehsalı hamısı birbaşa xammal rayonlarındadır. Çünki onlar daşınan zaman xarab olur. Ona görə zavoda aparıb orada tikirlər. Başa düşdünüz müəllim? başa düşdüm. Başa düşdüm müəllim. Təşəkkür müəllim. Çox sağ olun. Siz sağ olun. Sonra Aysel Həsənova. Bəli, müəllim. Hazırıq. Bəli, bəli. Hə, keçdik nəyə müəllim? Dünyanın kənd təsərrüfatı. Kənd təsərrüfatı bilirik ki, maddi istehsalın ikinci ən mühüm sahəsidir. Düzdür müəllim? Dünya üzrə inkişaf etmiş ölkələr üzrə, bir də inkişaf etməkdə olan ölkələr üzrə. İqtisadi fəal əhalinin neçə faizi bu sahədə çalışır deyil. Vaxtınız Yəni getdi. yarıdan çoxu bu sahədə çalışır, amma inkişaf etmiş ölkələrlə etməkdə olan ölkələr arasında fərq var. İnkişaf etmiş ölkələrdə 10%-ə qədərdir. Etməkdə olan ölkələrdə isə 70-75% bu sahədə çalışır. Bax müəllim, Almaniyanı götürək, bir də Hindistanı götürək. Almaniya inkişaf etmiş Bəli. ölkədir. İqtisadi fəal əhalinin neçə faiz orada çalışır? 10%. 10%-ə yaxın. Hindistanda Az bir hissəsi. Hindistanda iqtisadi 70-75%. Yaxşı, indi müqayisə eləsək, hansında məhsuldarlıq daha yüksəkdir? İnkişaf etmiş ölkələrdə çünki intensiv kənd təsərrüfatı. Bəs inkişaf yaxşı, edib. nətər olur ki, düz tam doğru deyilsiniz. Bəs necə olur ki, Almaniyada 10 nəfər işçi orada çalışdığı halda daha yüksək səviyyəli məhsul verir, amma Hindistanda 75 nəfər insan çalışır orada, amma məhsuldarlığı zəifdir. Səbəb? Çünki Almaniyada etinin nailiyyətlərindən istifadə Ay, edirlər. sağ ol. Hindistanda ancaq keçmiş xışlı kötanlı əkinçilik Düz. edilir, onunla da Bəli, yəni ancaq insan Belə deyək əməyi. də, Hindistanda işləri insanlar əl əməyi ilə görür. Gec başa gəlir, ucuzdur, yəni zəifdir məhsuldarlıq. Amma Almaniyada o 75 nəfərin işini texnikalar, 10 dənə texnika görür. Sadəcə 10 dənə texnikanı idarə edən ixtisaslı kadra ehtiyac yaradır orada. Yəni tam da ixtisaslı kadr deyil də, adi texnikanı idarə edə bilən İnsanlar. insandır. 10 nəfər insanı gətirir, hərəsinə bir texnika verir. O 10 dənə texnika 75 nəfərin işini görür, tez, qısa zamanda görür və daha yüksək keyfiyyətli məhsul əldə edir. Başa düşdük müəllim? Afərin sizə. Əla. Yaxşı, intensiv dediniz. İnkişaf intensiv və ekstensiv formada olur. Nə deməkdir intensiv müəllim? Mənə o çatmır da. Yəni intensiv kənd təsərrüfatında elmi texniki tərəqqinin, elmi texniki inqilabın son nailiyyətlərindən istifadə edərək kənd təsərrüfatını inkişaf etdirməkdir. Yəni əkin sahələrinin sayını artırmır ya da heyvandarlıqda heyvanların sayını artırmadan kənd təsərrüfatını inkişaf etdirməkdir. Sadəcə Bu da ən inkişaf son etmiş nailiyyətləri ölkələrdə. tətbiq edir. Bəli. Asa. Hansı? Amma ekstensivdə isə məhsuldarlığı artırmaq, tuz sahə vahidini artırır. Heyvandarlıqda heyvanların baş sayını artırmaqla nail olur buna. Bu da inkişaf etməkdə olan ölkələr üçün səciyyəvidir. Afərin sizə. Tamam. İnkişaf etmiş ölkə, ümumiyyətlə kənd təsərrüfatının inkişafında 2 dənə böyük inqilabi dəyişiklik olur. Biri yaşıl inqilab, biri Bir də biotexnoloji. biotexnoloji Aha, inqilab. bax yaşıl inqilab deyəndə nə başa düşürük müəllim?
Həm yaşıl inqilab odur ki, yəni Yaşıl burada inqilab da bitkiçilikdədir yoxsa heyvandarlıqda? yox, bitkiçilikdə ilk dəfə 1930-cu ildə ABŞ-da, Böyük Britaniyada, bir də Kanadada tətbiq olunmuşdu. İlk dəfə elə bir inkişaf etmiş ölkələrdə tətbiq olundu. Daha sonra isə inkişaf etməkdə olan ölkələrdə 50-60 ildən Türkiyədir, sonra artıq inkişaf etməkdə olan ölkələrdir. Düzdür. Türkiyədə, sonra Latin Amerikası ölkələrində, Cənub-Şərqi Asiya ölkələrində də tətbiq olundu. Sadəcə olaraq burada plantasiyalarda tətbiq olundu. Bir də Sağ fərqli plantasiya. təsərrüfatlarda tətbiq olundu. Düzdür. Sadə təsərrüfatlarda deyil. Ancaq plantasiya təsərrüfatlarında bu gün yenə də inkişaf etməkdə olan ölkələrdə yaşıl inqilab ancaq plantasiyalara tətbiq edilir. Ha, yerli təsərrüfatlara tətbiq edilmir. Başa düşdünüz müəllim? Bəli. Aha, yaxşı müəllim. İndi yaşıl inqilab deyəndə nə başa düşürük? Burada nə deməkdir? Bax bu mənə çatmır. Yaşıl inqilab, yəni müasir aqrotexniki vasitələrdən, avadanlıqlardan istifadə etməklə və yeni taxıl sortlarından istifadə etməklə, bir də zərərvericilərə qarşı kimyəvi məhsullar istifadə etməklə kənd təsərrüfatında əkinçiliyin inkişafı deməkdir. Aferin sizə. Əla. Yaxşı. Etidən sonra əsasən inkişaf etməkdə olan ölkələrdə olub, amma etidən qabaq dediniz ki, ABŞ, demək Kanadada, İngiltərədə, bəli, tətbiq edilmişdir, düzdür. Yaxşı müəllim, bəs biotexnoloji inqilab? Biotexnoloji inqilab isə bunun da əsas şərti o idi ki, Məqsədi nə idi? kənd təsərrüfatının inkişafının təbii şəraitdən asılılığını Bitkilərin azaltmaq idi. inkişafının təbii şəraitdən asılılığının azaldılması idi, düzdürmü? Bəli. Aha, indi sizcə elmi-texniki inqilabın nailiyyətlərini tətbiq etməklə bitkilərin inkişafının təbii şəraitdən asılılığını tam şəkildə aradan qaldıra biliblər? Aradan qaldırılıb, elə bir iki istiqaməti var hal-hazırda biotexnoloji Müəllim, inqilabın. o heç onu Bir soruşma. orqan Deyirəm ki, biotexnoloji inqilab, bax bu kənd təsərrüfatı bitkilərinin etinin nailiyyətlərini tətbiq etməklə təbii şəraitdən asılılığını tam şəkildə aradan qaldırıblar yoxsa yox? qaldırıblar mənim Hamısını, dumada. 100%. Xeyr, Qaldırıblar da mənim. mən 100%. Nə danışırsınız siz? 100% sizcə Yəni mən mümkündür. xüsusi təsərrüfatlarda eləyirlər də. Mən Müəllim, qışın günündə pomidor, hər şey indi o, istifadə edirlər. müəllim, indi o 100% aradan qaldırılma deməkdir, müəllim. Yəni 100% deyil də faizlə biraz adama qəribə gəlir, Yəni, amma yəni müəllim, qaldırıblar da. müəllim, bitkilərin etinin nailiyyətlərini tətbiq etməklə bitkilərin təbii şəraitdən asılılığını azaldılması istiqamətində tədbirlər görülsə də, mümkün deyil ki, bunu tam şəkildə aradan qaldırırlar. Başa düşdünüz? Əgər o dediyiniz olsaydı, taxılı da istənilən yerdə, istənilən vaxt əkə bilərdilər. Çəltiyi yenə heylə. Bəs çəltikçilik dediniz. Bəzi bitkilərdə öz təsirini göstərsə, Sən- hamısında təsir Bəli, bəs mən də soruşuram ki, tam şəkildə aradan qaldıra biliblər? Deyirsiniz ki, bəli. Sizcə tam şəkildədir bu? Mümkün deyil axı müəllim. Başa düşdünüz? Bəzi təsərrüfatlarda onları istixanalarda tətbiq eləməklə müəyyən qədər aradan qaldıra bilir. Məsələn, hidroponda pomidor yetişdirirlər. Hə, o şey orada pomidoru ilin istənilən vaxtı yetişdirə bilirlər. Əslində pomidor ilin isti dövründə yetişə bilən bitkidir. Başa düşdünüz müəllim? Yəni tam şəkildə aradan qalmayıb qısası. Tamam, biotexnoloji inqilab neçə istiqamətdə inkişaf edib? İki istiqamətdə inkişaf edib, orqanik, bir də genetik modifikasiya olunmuş. Orqanik kənd təsərrüfatı 2-3% təşkil edir ümumi əkinçilik kənd təsərrüfatı məhsullarının. Bu əsasən Avropa İttifaqı ölkələrində, xüsusilə Almaniya, Avstriyada inkişaf edibdir. Burada məhsuldarlıq aşağıdır, növbəli əkin sistemindən istifadə edirlər və xarici amillərə davamlılığı azdır da elə bir. Bahalıdır, tam ekoloji cəhətdən təmizdir. Ona görə məhsul az olduğu üçün məhsuldarlıq qiymətləri bahalıdır. Bir də burada ancaq təbii gübrələrdən, yəni mal peynindən, bir də üzvü gübrələrdən istifadə olunur. Kimyəvi heç bir məhsuldan istifadə olunmur məhsuldarlığa. GMO-da deyil mənim. Genetikası modifikasiya olunmuş məhsullar isə ilk dəfə ABŞ-da soyadır, xiyardır, qarğıdalı və sair kimi məhsullar üzərində tətbiq olunmuşdu və yarandığı gündən bu günə qədər 36 dəfə artmışdı məhsuldarlığı onun. Burada isə zərərvericilərə qarşı xüsusi kimyəvi maddələrdən istifadə olunur. Ona görə insan sağlamlığı üçün zərərlidir, amma məhsuldarlıq yüksəkdir deyə qiyməti aşağıdır. Təşəkkürlər, çox sağ olun. Sonra Aysel xanımdan sonra Tamara xanım. Bəli, bəli. Necəsiz? Hazırsınız? Bəli.
Aha. Tamara xanım, siz mənə GMO-dan istifadə edən bizi dəqiqə mənim vaxtınızı qurum. Hə. GMO-dan istifadə edən ölkələrdir. Hansı ölkələr GMO-dan istifadə edir? Daha çox inkişaf etmiş ölkələr istifadə edir. Burada ABŞ-dır, Kanadadır, Fransa, İtaliya, Böyük Britaniya, daha sonra Müəllim, xeyr, GMO-nu o Qərbi Avropa ölkələri ləğv edib, müəllim. Amerika qitəsi demək olar ki, hamısı. Amerika qitəsi. Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, bunlar GMO-nu Avstraliya, sonra Cənubi Afrika Respublikası, Pakistan, bu ölkələr İspaniya, Portuqaliya GMO-nu tətbiq edən ölkələr. Yadınızda belə saxlayın. Oldu müəllim? Yaxşı. Kənd təsərrüfatı iki formada inkişaf edir. Əmtəli istiqamətdə, iki istiqamət. əmtəli və istehlak. Aysa. Əmtəli ixrac istiqamətlidir, amma istehlak isə daxili tələbatı ödəyir. Aysa. Yəni əmtəli dedikdə biz intensiv kənd təsərrüfatı olan əraziləri göstərici, yəni inkişaf etmiş ölkələrdir. Burada daha çox əkinçilik və yem məhsullarının əldə olunması, yem məhsullarının əldə olunmasını görürük. Amma istehlakda isə daha da inkişaf etməkdə olan ölkələrdə və ya dediyimiz kimi, yəni Hindistandır və Pakistan digər ölkələrdə xışlı və kətanlı əkinçilik inkişaf etmişdir. Yəni ekstensiv Aysa. Əmtəli kənd təsərrüfatı varlı ölkələr üçündür. Bura intensiv bitkiçilik, intensiv heyvandarlıqdır. Yem tələbatlı heyvandarlıq. Amma deməli istehlak tipli kənd təsərrüfatı əsasən daxili tələbatın yönəlməsi istiqamətdən ki, bura ekstensiv əkinçilik və heyvandarlıq daxildir. Düzdürmü? Otlaq heyvandarlıq. Bu da inkişaf etməkdə olan ölkələrdir. Aferin sizə. Yaxşı müəllim. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edir. Bu da agrobiznes təsərrüfatının yaranmasına səbəb olur. Düzdürmü? Nə deməkdir agrobiznes? Agrobiznes əsasən kənd təsərrüfatının istehsalı ilə yanaşı, onun emalı, daha sonra anbarlara daşınması və saxlanılması və satışı Texnika ilə, nəzərdə gübrə ilə təmin olması, bütün hamısını həyata keçirən sahə, kompleks bir sahədir. Kompleks bir sahə agrobiznes adlanır. Aysa, bu hansı ölkələr üçün səciyyəvidir? Bu da çox inkişaf etmiş ölkələr üçün. Deyə bilərikmi ki, inkişaf etməkdə olan ölkələrdə agrobiznes təsərrüfatı yoxdur? Xeyr, deyə bilmərik. Çünki elə ölkələr var ki, agrobiznes istehsalı var da. Azərbaycanda agrobiznes var. Xeyr. Nədən siz niyə yoxdur mənim? O qədər agrobiznes təsərrüfatları var ki, rayonlarda gedib traktor götürürlər, müəllim. Niyə traktor götürürlər? Çotan götürürlər, kombayn götürürlər. Agrobiznesdə ambardan istifadə edirlər, soyuducusundan istifadə edirlər. Sahibkarlar gedir o işlə məşğul olur. Var, Azərbaycanda da var. Sadəcə yüksək səviyyədə, məsələn, Almaniyanın agrobiznesi ilə Azərbaycan agrobiznesi müqayisə eləsək, əlbəttə ki, Almaniya daha yüksək səviyyədə bu sahədə, düzdürmü? Daha çox komfortludur Almaniya. Aysa, tam doğru. Tamam müəllim. Getdik. Kənd təsərrüfatı iki sahəyə bölünür. Əkinçilik, bir də heyvandarlıq, düzdürmü? Aha. Əkinçiliyin özünün iki forması var. Suvarılan, bir də dəmiyən. Nə deməkdir bunlar? Bəli, müəllim. Dəmiyə əkinçilik daha çox atmosfer yağıntılarının çox olduğu ərazilərdədir. Buna mülayim iqlim misal göstərə bilərik ki, burada rütubətlilik çoxdur. Yəni burada suvarılmaya ehtiyac yoxdur. Düzdür, dəmiyə şəraitində inkişaf edir. Bir də dağlıq ərazilər. Dağlıq ərazilərdə daha çox müşahidə eləmək olar. Amma suvarılma isə daha çox tropik, subtropik ərazilər, isti iqlim olan ərazilərdə artıq suvarılma sistemi mövcud olur ki, burada da milli əsasən 2-6 dərəcədən yüksək olan ərazilərdə suvarılma aparma olmazdı. Bunun səbəbi isə torpaqların eroziyaya məruz qalması idi. Düzdür. Yaxşı müəllim, indi başlayaq bitkiçiliyin. Bitkiçiliyin hansı sahələri var? Bitkiçiliyin əsasən sahələri taxılçılıq idi, texniki bitkilər var idi, meyvəçilik və tərəvəzçilik. Əla. Müəllim, indi deyin görün mənə, dünya üzrə bitkiçilik və heyvandarlığın payı ölkə qrupları üzrə necə dəyişir? Əsasən dediyimiz kimi kənd təsərrüfatı iki yerə bölünür. Heyvandarlıq və əkinçilik. Heyvandarlıq inkişaf etmiş ölkələr üçün səciyyəvidir, amma əkinçilik inkişaf etməkdə olan ölkələr üçün amma bəzən bu əksinə də ola bilər. Heyvandarlıq inkişaf etməkdə olan ölkələr məsəl üçün Mərkəzi Asiyadır, Monqolistanda, Qazaxıstanda
Qazaxıstanda, Latın Amerikasında Uruqvay idi. Burada heyvandarlıq istehsalı, heyvandarlıq üstünlük təşkil edirdi. Amma burada Yaponiyada və Cənubi Avropa ölkələrində burada əkinçilik üstünlük təşkil edir. Bunun səbəbi isə burada təbii şəraitin yüksək məhsuldarlığı imkan verməsidir. Yəni ki, təbii şəraitin əlverişliyidir. Az olun. Məsələn, Cənubi Avropa ölkələrində inkişaf etmiş ölkə olsa da, aqroiqlim şəraiti Bəli. əkinçiliyə imkan verir. O cümlədən Yaponiya. Bəli, Aralıq dəniz iqlim burada Düzdür. daha çox təsir göstərdiyindən əkinçilik daha çox inkişaf etmişdir. Amma məsəl üçün belə götürək də. Hə, bir də bir şey deyim. Aralıq dənizi ölkələrində bitkiçilik intensiv olsa da heyvandarlıq ekstensivdir. Hava yadınızda saxlayın. Bəli. Amma məsələn, onlar Bəli. heyvandarlığa maraqlı deyillər də, əsas bitkiçilikdən çox gəlir əldə edirlər. Amma məsələn, dağlıq Bəli. ölkələr olan Qırğızstandır, Əfqanistandır, Monqolistandır, Uruqvayın özüdür. Hə, bu Amma ölkələrdə burada isə təbii şərait üstünlük təşkil etdiyindən, yəni ki, heyvandarlıqdır. imkan verir ki, heyvandarlıq burada inkişaf etsin. Ha, amma bir şey dedim. Məsələn, Monqolistan, Qırğızstan, Əfqanistan kimi ölkələrdə heyvandarlıq Bəli. olsa da amma ekstensivdir ha. Başa düşdünüz? Hər ikisi ekstensivdir. Sadəcə heyvandarlıq bitkiçiliyi üstələyir. Amma üstünlük təşkil edir. Bəli, kasıbdır deyə ikisi də ekstensivdir. Afərin sizə. Bəli, bəli. Aysa, taxıl bitkiləri. Dünya əkin sahələrinin yarısı taxıl bitkilərinin payına düşür. Xüsusilə də taxıl bitkilərindən əsas Buğda, aha, buğda, çəltik, qarğıdalıdır. aha. Əhali sıx məskunlaşan ərazilərdə əsasən taxıl bitkiləri becərilirdi. Buğdayı biz necə Buğdanın əsas yetişsək, istehsal və ixracatçılarını deyin. necə? Buğdanın əsas istehsalçıları və ixracatçılarını deyin. ABŞ, Kanada, Argentina, Rusiya, Çin, Hindistan, Fransa Bəli. və Qazaxıstan burada daha çox istehsal olunur. Amma ən iri ixracatları isə Rusiya, Kanada, ABŞ, Fransa, Argentina, Avstraliya. Mən bunun səbəbi isə torpağın daha çox buğdaya, yəni ki, Həm intensiv inkişafdır, bahalıdır, intensiv inkişafdır. Bəli. müasir aqrotexniki Bəli. qaydalardan tətbiq edilir. Həmçində belə deyək də, torpaqların məhsuldar olmasıdır. Məhsullarımız ixal edənlər isə Asiya, Şimali Latın Amerikası idi, bir də ki Afrika. Təşəkkürlər. Çox sağ olun. Tamam. Sonra Elmdar müəllim, Bəli, mən. necəsiz müəllim? Sağ olun, həmçinin. Yaxşıyam, təşəkkür. Hazırıq müəllim. Müəllim, Mən Avropa ölkələrdə buğda ixal edir, Asiya, Afrika, Latın Amerikası ölkələrdə, düzdürmü? Asiya, Afrika, Latın Amerikası ölkələri buğdanı nə məqsədlə ixal edir? Avropa ölkələri Yaponiya nə məqsədlə ixal edir? Buyurun. biri belə deyim, heyvandarlıqda yemir, biri isə insanlara belə deyim. Yəni, Hansılardır? Deyin görüm. Avropa ölkələri heyvandarlıq, Yem məqsədi. Yaponiya falan haqqında bir digərləri insanlara. Çünki Yaponiya, Asiya ölkələrinin əksəriyyəti insanlarda belə deyim, buğdadan yox, düyüdən istifadə Heç Avropa ölkələrində güya çörək yüksək səviyyədə istifadə edir. Onlarda da zəifdir. Əsas onlar buğdanı nə üçün ixal edirlər? Heyvandarlıqda yem üçün. Bəli. Amma Asiya, Afrika, Latın Amerikası ölkələri daha çox ərzaq məqsədilə. Yəni çörək yeyən millətlər də. Çörək yeyən millətlər də, düzdürmü müəllim? Yaxşı. Bir oturuma bir nəfər 2 dənə çörək bölür ortada, yeyir, durur ayağa. Yaxşı. Eşidirsiniz? Çəltik. İkinci əsas dənli bitkilərdən biri də çəltikdir. Aha, buyurun, çəltik haqqında məlumat verin. Çəltik əsasən bu son ildə hardan orada var, xüsusilə daha çox Şərq Asiya, Cənub Asiya, Cənub-Şərq Asiya buğdadır. Ümumiyyətlə, mən buğdanın əkinlərinə baxanda, əkin sahələri az yer tutsa da, ümumiyyətlə, məhsuldarlığı çox yüksəkdir. Bir də bu uşaq onu izadə verirsin, 2 dəfə bir də məhsuldarlıq götürəsən deyə, ona görə daha yüksək. Buğda ilə eyni sayda çıxır dünya bazarına. Dünya bazarına çıxmır daha doğrusu. Elə əksər sahəni yetişdirən ölkələr özlərinin idarəsində yer alır. O belə məhsuldarlığı ondan çox. Aysa. Əkin sahəsinə görə buğda çoxdur, yoxsa çəltik? Buğda çox, təbii ki. Aha, bəs məhsuldarlıq eynidir. Buna səbəb nədir müəllim? Çünki məhsuldarlıq yerində görəşin, bu çəltiyin yerləşdiyi şarşı 200 dəfə bir ildə, 2 dəfə məhsuldarlıq götürürlər. Düzdür. Algoritmlər çox Tələbkar. Ha, bəs hansı daha çox əmək tutumludur? Buğda yoxsa çəltik?
Təbii ki, qalmış. Bəs indi daha çox əmək tutumlu çəltidir. Bəs aqroiqlimə buğda ilə çəltiyin hansı daha çox tələbkardır? Qalmış mənim çəltik. Hansı ölkədir ki, orada çəltiyin istehsalı texnikanın hesabında tam texnikalaşdırılır? Sən Yaponiya alışdı. Orada tam texnikalaşdırılır. Düzdür müəllim? Ay müəllim, niyə yalan deyirsiniz? Bax, ikisi də su mühit. Çünki su mühitindədir, müəllim. O elə bir şəraitdə becərir ki, heç cür texnika ilə orada nəsə hərəkət etmək mümkün deyil də. Məcbur əl əməkdir də orada. Başa düşdünüz müəllim? Mən yalandan deyirəm, siz də təsdiqləyirsiniz. Qarğıdalı deyil müəllim. Qarğıdalı vətəni Amerikadır. Müəllim, qarğıdalı aqroiqlimə tələbkardır yoxsa yox? Yox müəllim. Əksinə müəllim, isti və rütubət sevərdir müəllim. Qarğıdalını məsələn, çəltik qədər olmasa da, amma isti və rütubət sevərdir. Məsələn, niyə Kanadada qarğıdalı əkinləri zəif? Necə? Rütubət sevən amma rütubət amma algılı getmir. Müəllim, aqroiqlim ehtiyatlarında nə demişdik biz? İstilik, işıq, rütubət deməmişdik ya əvvəldə. Amma baxın amma belə bir şey vardı. Məsələn, aqroiqlim ehtiyatları ilə zəngin olan ərazisi görəndə məsələn biz səhralarda Ayşə, amma bir şey var da, orada nə demişdik? Demişdik ki, səhralarda aqroiqlim ehtiyatları əlverişli olsa da, süni suvarma hesabına kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edir. Orada süni suvarma tətbiq edilir. Rütubəti süni şəkildə verilir orada. Başa düşdünüz müəllim? Başa düşürəm, dostlar. Aqroiqlim ehtiyatları ilə zəngindir, amma belə deyək də rütubət yoxdur, süni yoxdur. Aqroiqlim ehtiyatlarında əsas istiliklə işıqdır müəllim. Əsas istiliklə işıqdır. Rütubət o da ehtiyata daxildir. Amma rütubət olmayanda onu süni şəkildə təmin etmək olur. Amma istiliyi süni şəkildə tam təmin etmək olmur axı müəllim. Başa düşdünüz? Ona görə əsas istilik kimi götürülür. Bildiniz müəllim? Qarğıdalının özü də həm istiyə meyillidir, həm rütubətə meyillidir. Adi niyə kənd yerlərində qarğıdalı əkəndə mütləq tez-tez sulayırlar, özü də çox isti sevər bitki. Tamam. Əsas istehsalçılar hansılardır müəllim? Əsas istehsalçıları Rusiyadır, Çindir, Çardır, ABŞ-dır, Braziliyadır, Argentinadır, Meksikadır. Bunlardır. Bəs ixracatçıları? Ayşə Türkiyənin özündə. Əsas ixracatçıları da ABŞ-dır, Çardır, Argentinadır yenə də. Bəli, bunlar. Düzdür. İndi qarğıdalını idxal edən ölkələr nə məqsədlə idxal edir? Bəli, əsasən inkişaf etmiş ölkələr heyvandarlığa üçün inkişaf etməkdə zəif ölkələr belə deyək də çörək. Bunlar büyüdür. Afrikada hətta ondan bəli, çörəkdə də istifadə olunur. Digər dənli bitkilər hansılardır müəllim? Hansı ki onların coğrafiyası çox zəifdir? Arpadır, yulafdır. Arpa buğda ilə təxminən eynidir, bəli. Bax, arpanın əkinləri buğdanın əkinləri ilə təxminən eynidir. Bunu Azərbaycan coğrafiyasında da keçirsiniz. Aha. Mənim bəs qarabaşaq nədir, onu bilmirəm. Bax. Mən Greçka deyirəm. Greçka zarafat elədim, bilirdim əsaslı soruşum. Qarabaşaq Greçka. Mənim bəş buğdanın vətəni haradır? Mən bəş buğdanın vətəni Efiopiya. Bəs yumşaq buğdanın vətəni haradır? Yumşaq buğdanın vətəni Qafqasdır. Afərin sizə, afərin. Bəs texniki bitkilər nədir müəllim? Texniki bitkilər yəni ondan sonra belə deyək, əlavə emal tələb edir. Bəli, texniki emal tələb edir. Bəli, məsələn, pambıq, bitkilər daha. Texniki bitkilər özü bölünür. Lifli bitki. Məsələn, lifli bitkilər hansılardır? Pambıqdır, kətandır, var başqa mənim, cutdur. Və sizal var idi. Sizal, düzdür. Pambıq necə bir bitkidir? Bir dənə pambığı da deyilmədi. Mən pambıq xüsusilə isti ərazidə təmizdir. Aqroiqlimə çox tələbkardır və quraqlıq. Xüsusilə quraqlıqda daha çox təşkilatdır. Düzdür. Düzdür. Bax mənim, pambıq böyümə dövründə isti və rütubətə, yetişmə dövründə isti və quru iqlimə tələbkar olan bir bitkidir. Təşəkkür edirəm mənim, çox sağ olun. Sonra Ulduz xanım. Bəli. Necəsiz? Hazırsınız? Şükür Allah, yaxşı mən. Yaxşı, cümlə. Buyurun mənim, dünyanın əsas pambıq istehsal edən ölkələri. Pambıq istehsalçıları. Pambıq əsas istehsalçıları mən Çin idi, ABŞ idi, Braziliya idi, Misir, sonra Hindistan'da var idi. Sudan, Özbəkistan, Meksika, Braziliya. Əsas pambıq istehsal edən ölkələrdir.
Bəs onu ən çox ixrac edən ölkələr hansılardır? İxracatçıları Özbəkistan idi, Hı -hı. Misir idi, sonra Meksika, Braziliya. Asya. Bunlar daha çox ixrac edən ölkələr. Bəs alanlar? Alanlar amma ABŞ idi, inkişaf etmiş Qərbi Avropa idi, ABŞ idi, bir də Yaponiya. Düzdür. Onlar idxal edir. Müəllim, pambıq kimi kətan da lifli bitkidir. Kətan daha çox hansı ölkələrdə becərilir? Kətan əsasən mülayim qurşaqlarda olur. O adı əsasən Kanada idi, sonra Almaniya idi, Belarusiyada var idi, Rusiyada, Ukrayna, Rusiya. da var. Düzdür. Avropa ölkələri, ABŞ, Kanada. Yaxşı. Bunlar daha çox kətan becərən ölkələrdir. Əsas ixracatçılar da onlardır. Düzdürmü? Deməli. Yaxşı müəllim, deyin görün mənə cut. Cut harda becərilir? Hı -hı. Cut Cənubi Afrikada becərilirdi. Pakistanda, Hindistanda, Şirlankada, Hindistanda. Hindistan, Pakistan, Şirlanka, Bangladeş bu ölkələrdir. Kənaf harda becərilir? Kənaf Cənub ölkələrində. Və sizal? Sizal Kenya və Tanzaniya. Okay. Bunlar da deməli nədir? Necə bitkidir? Lifli bitkilərdir, düzdürmü? Bəli. Aha, yaxşı. Texniki bitkilərdən şəkərli bitkilər də var. Hansılardır şəkərli bitkilər? Şəkər çuğunduru ilə şəkər qamışı var idi ki, onlar ikisi də şəkərli bitkilər. İkisi də şəkərli bitkilərdir, düzdürmü? Aha, indi şəkər qamışını deyin görün. Ən çox becərən ölkələr hansılardır? Şəkər qamışı isti ölkələrdə olurdu, isti və rütubətli ölkələrdə. Hansı ki, Braziliya idi, Çin idi, Hindistan, Venezuela. Bu ərazilərdə şəkər qamışı becərilirdi. Bir də ABŞ-da da var. ABŞ-la Avstraliyada da becərilirdi. Düzdür, şəkər qamışı. Şəkər qamışı isti rütubətə meyillidir, yoxsa şəkər çuğundur? Qamışı isti və rütubətli. Əsasən Kubada, Braziliyada, Meksikada, Venezuelada, yəni Hindistanın özüdür. Bu ölkələr daha çox şəkər qamışı becərir. Yaxşı, dünya şəkər istehsalında şəkər qamışının payı çoxdur, yoxsa şəkər çuğunturunun payı çoxdur? Qamışın payı daha çox. Şəkər qamışının payı daha çoxdur, düzdürmü? Yaxşı, əsas ixrac edən İxrac edən ölkələr də Yaponiya, ixrac edənlər Braziliya, Avstraliya idi, Kuba idi. İdxal edənlər amma Yaponiya idi, ABŞ idi, Avropa ölkələri idi. Şəkər. Tamam. Deyin görün mənə şəkər qamışı, şəkər çuğundurun dedik. Deyin görün mənə şəkər çuğundurunu daha çox istehsal edən ölkələr hansılardır? Şəkər çuğundurunu əsasən mülayim qurşaqlarda olurdu. ABŞ-da idi, Kanada idi, sonra Almaniya, Rusiyada var idi, Türkiyədə var idi. Bunlar əsas şəkər çuğunduru istehsal edən ölkələrdir. Yaxşı, keçdik qəhvə. Sərinləşdirici bitkilər yerdir də onlar. Qəhvə. Qəhvənin vətəni harada, ən çox harda becərilir? Vətəni Etiopiyadır. Daha çox becərilən yerlər Etiopiya idi, var idi, sonra Kolumbiya idi bu ərazilərdə. Sonra şeydə də becərilir, Asiyada da var idi, İndoneziyada var idi. İndoneziya, Hindistan'da var idi. Sonra şeydə də var idi. Mərkəzi Amerikada da var idi, Afrikada var idi. Qəhvə. Əsas ixracatçıları kimlərdir? Braziliya, Yəmən idi, Afrika ölkələrinə, sonra Kolumbiyada da ixracat var idi. Qəhvə bitkisi hara meyillidir? Necə şəraitə meyillidir? İsti, rütubətli İsti və rütubətli ərazilərə meyillidir. Bəs şəkər, keçdik kakaoya. Kakao necə bitkidir? O hara meyillidir? O amma sahil rayonlarına daha meyillidir. Demək olar ki, onların coğrafiyası bir-birinə yaxındır, amma o şeyləri sahili daha meyilli yerləşirdi. Qəhvə ilə kakaonun coğrafi yayılması, yerləşməsi təqribən eynidir. Əsasən rütubətli bölgələrdə, sahil bölgələrdə adalara meyillidir. Kakao. Kakaonun vətəni haradır? Afrikaydı, vətəni. Yox, qəhvənin vətəni Afrikadır. Əsas istehsalçısı Amerikadır.
aydı müəllim. Onun vətəni, Bax müəllim, vətəni. qəhvənin vətəni Afrikada, Efiopiyada. Amma əsas istehsalçıları Amerika qitəsidir. Amma Hə. kakaonun vətəni Amerika qitəsidir. Amma əsas istehsalçıları indi deyil. Hansılardır? İstehsalçıları müəllim. İstehsalçıları. İstehsalçıları Bəli. Amerika'ydı, var idi, Anaydı. Aha, sonra Côte d'Ivoire'dır, Gana'dır, Braziliyada var idi, Ekvadorda var idi. Kamerundur. Afrikada Côte d'Ivoire, Gana, Kamerun. Bu üç dənə ölkədir. Latin Amerikasında Braziliyadır, Ekvadordur, Kolumbiyadır, Venezueladır, Meksikadır. Bunlar da kakao istehsal edən ölkələrdir. Yaxşı, keçdik çaya. Çay harda becərilir? Çay mən əsasən tropik və subtropik ərazilərdə becərilir. Ən çox çaya görə xüsusilə seçilən ərazilər var ki, Hindistan idi, sonra Çin idi, Şirlanka idi, həmçinin də Türkiyədə var idi, sonra Gürcüstanda var idi, Azərbaycanın özündə çay var idi. Azərbaycanda da əsas çay. İxracatçılar da bunlardır. Bəs idxalçıları? İdxalçılar yenə şeylə çayın idxalçıları. Qərbi Avropa ölkələrdə, ABŞ-dır. ABŞ-dır. Yaxşı müəllim. Çayın vətəni haradır? Vətəni yaşıl çay mənçində idi və çayın vətəni Ceylon. Ceylondur. Ceylon. Ceylon. Hindistan, Ceylon adası. Ceylon adası haradır? Hindistan. Ya, Şirlanka dövləti. Ceylon da 12-ci adı. Şirlanka, Ceylon çayı. Ceylon, bəli. Hə, müəllim. Kartof. Həm texniki bitkidir, həm ərzaq bitkisidir, düzdür? Buyurun. Vətəni mənim Latin Amerikası idi. Sonra hər yerdə bitirdi. Avropada bitirdi müəllim. Vətəni Amerika olsa da əsas Avrasiyada daha geniş yayılır, düzdür? Vətəni Latin Amerikası idi. Yox müəllim, vətəni Latin Amerikası deyil. Karton vətəni orada deyil müəllim. Səhv deyirsiniz. Karton vətəni Gədəbəydir. Yaxşı ki, Kürdəmir dövləti. Nə deyim? Latin Amerikası. Latin Amerikası vətənidir, amma əsas becərilir Avropada, bir də Çində, düzdür? Hindistanda da. Həm də bir şey də deyim, bax müəllimlər, kartofdan insanlar ərzaq bitkisi kimi də istifadə edir. Bir də xüsusi kartof sortu var ki, onu donuzçuluqda yem kimi istifadə edirlər. Donuzlar üçün yetişdirirlər onu. Rusiyada məsəl üçün donuzlar üçün. Müəllim, sayanda deyirdik ki, kartof əraziləri bəli. Ha, bəs nə? Xüsusi kartoflar var ki, onu ancaq sırf donuza yedizdirmək üçün yetişdirirlər. Nişasta tərkibli şirdir. Bilirsiniz nədir? Bu Kilan çipsi zavodu var. Bəli. Orada mənim kartof əkdirirlər Qəbələ rayonu müəyyən ərazidə də, bir kənddə. Orada elə belə müəyyən standart var da hər halda. Kartofların müəyyən irilik var ki, onu çipsə istifadə edirlər. Digərlərini istifadə eləmirlər artıq, atırlar. Ola bilər. Bu texniki kartof sortudur. Bax mənim. Cips istehsalı üçün gedir. Düzdür mən. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Tamam. Rəşad bəy. Bəli müəllim. Hazırıq. Bəli. Kartof əkən başlıca ölkələr deyil mənə. Mənim kartof əkən başlıca ölkələr Rusiyanı deyə bilərik, Polşanı deyə bilərik, Ukraynanı deyə bilərik, ABŞ deyə bilərik. Çin. Hətta Qusar da deyə bilərik. Düzdürmü müəllim? Bəli, Qusar da Gədəbəy deyə bilərik. Gədəbəy, Tovuz, Qusar, Cəlilabad. Azərbaycan əsas kartofçuluq rayonlarıdır, yadda saxlayın. Bütün inzibati rayonlarımızda kartof əkilir. Amma əsas Gədəbəy, Tovuz, Şəmkir, Qusar, bir də Cəlilabad. Ən çox bunlardır. Kartof üzrə ölkəmizdə inkişaf edən rayonlar. Yaxşı müəllim. Kartuşkadan getdik. Hə. Keçən qrupda iştirakçıların biri bu bitkiyə pis bitki deyildi. Pis bitki əkinləri hansı ölkələrdədir? Tütün deyirsiniz mənim pis bitkiyə. İştirakçının biri pis bitki deyirdi da. Yan verici deməli. Deyir ki, pis bitki. Bunun adı mən daha tütün yox, pis bitki deyirəm. Yaxşı, bütün qruplar, o biri qruplar, hansı qrupdakı bu dərsləri ona pis bitki deyirəm. İndi pis bitki əkinləri hansı ölkələrdədir? Mənim Türkiyədə var idi, Kubada, Braziliyada, Meksikada ölkələrdə əsasən. Bəli. Pis bitki əsas bunlardır. ABŞ ölkədə də var idi sonra. Azərbaycanda becərilir pis bitki.
Bəli, Azərbaycanda pis bitkilər yetişdirilir. bəli. Cənub zonasında səhv eləmirəmsə müəllim. Əsas Şəki Zaqatala zonası ixtisaslaşıb. Hə, orada da olmalıdır. Cənubu da Lerik Masallı Yardımlıda da var, düz deyirsiniz. Hətta Şahbuzda da var, Naxçıvanda, Şərurda da var. Bir də Qubadlı Zəngilan tərəfdə də pis bitkilər yetişdirilir o vaxtı. bəli. Yəni tütün. Yaxşı müəllim. Əsas da tütün Kolumbiyada bilirsiniz. Meksikada, Kolumbiyada, Venezuelada. Vətənim orada. Yaxşı müəllim. Getdik tərəvəz. Tərəvəz deyəndə nə başa düşürük? Tərəvəz müəllim, pomidor, xiyar, kələm falan da Ayşə. gündəlik qidalarda istifadə edilir. Tərəvəz istehsalına görə dünyada lider ölkə. Tərəvəz istehsalı dünyada yəni əslində bütün ölkələr istehsallayır. Lider Lider ölkə. kimi falan deyə bilərik. Çin, Yəni o Çin, ölkələr yəni Çin. əhali falan çox deyəndə məncə onlar daha çox Çin. tələbata görə. Təsəvvür edin ki, 1,4 milyarddan çox insanı təmin eləyir, hətta dünyaya da satır. Təsəvvür edin, dünyaya tərəvəz məhsulları satır. O 1,5 milyarda yaxın insan var da mənim. 1,5 milyard insanı tərəvəz məhsulu ilə təmin eləyir dövlət və kənara da satır. Görün nə qədər tərəvəz istehsal edir. Həcminə görə ən böyüdür. İşləyirlər də müəllim. Bəli. Keçdik meyvəçilikdə bütün rayonlarda da, ölkələrdə də ixtisaslaşan sahələr var da. Məsəl üçün, deməli, üzüm istehsalına görə hansı ölkədir? İspaniyada mənim üzüm var idi, zeytun var idi İspaniyada, fındıq Türkiyə, ikinci Azərbaycan fındığa görə. Yəni elə yadımda qalır əvvəldən. Aha. Bəli. Aha. Sonra? Fındıq Azərbaycanda ikinci. Sonra mənim Braziliyada banan falan idi deyəsən. Hı. Sonra mandarin bizim dil narinci Yaponiyadadır. Hı. Portağal və Sonra limon. Amerikada limon falan olmalıdır. Limon portağaldır. Bəs təbii Limon kauçuk. portağal. Təbii kauçukun ikinci adı Heveyada müəllim. Heveya. Malayziyada cənub Təqaşi ölkələrində əsasən olur. Malayziyadır, İndoneziyadır, Asıl. Filippində Bir falan. dəqiqə müəllim, bizə sayını o təbii kauçuka bir də mötərizədə Heveya yazın. Bizə sayını. Heveya. Vaxtınızı dayandırdım müəllim. Dərs 45 idi. Dərs 45 idi, elə müəllim? Bəli. Ona bir dənə Heveya yazın. O çünki bəzi iştirakçılar bilmir onu. Qoy orada mötərizədə yazın ki, bilinsin. Təbii kauçuk istehsalı deyəndə Heveya nəzərdə tutulur. Heveya. Hə, təbii kauçuk. Mötərizədə ona bir dənə Heveya yazaq. Heveya. Söh. Denə yaddaşa vurum. Qərarı getdi. Söh. Bitdi. Söhbət bağlandı. Hə. Davam edirik. Mən vaxtınızı qoşdum yenə. Tamam. Təbii kauçuku bildik. Keçdik müəllim heyvandarlığa. Heyvandarlıq da kənd təsərrüfatının ikinci mühüm sahəsidir də. Düzdürmü müəllim? Heyvandarlığın yem bazasını nə təşkil edir? Yem bazasına əsasən otdur, sonra buğda, arpa falan deyə bilərik. Yəni sonra da bir də ki, insanların qidada istifadə etdiyi bəzi ərzaq məhsulları falan deyə bilərik. Yəni bullantı kimi donuzçuluqda falan istifadə olunur. Yəni heyvandarlığın yem bazasını yem bitkiləri, otlaq və çəmənliklər. Otlaq və çəmənliklər. Sonra taxıl biçini zamanı yaranan saman. Bax, taxıl biçini zamanı yaranan saman. Sonra kartof və şəkər çuğunduru əkinləri. Bir də ərzaq tullantıları təşkil edir. Adi misal üçün belə götürək. Bax, şadlıq evlərində, restoranlarda, ictimai yaşayış obyektlərində qida tullantıları yaranır da, ərzaq tullantıları. Onların çoxu gedir. Aparıb donuz fermalarına. Bəli, donuzçuluğa aparır. Yaxşı müəllim. Heyvandarlığın sahələri hansılardır? Mənim heyvandarlığa, məsələn, maldarlıq, iri buynuzlu maldarlıq, qoyunçuluq, deməli, donuzçuluq, balıqçılıq, əsas sahə var. Ən yüksək inkişaf edən 3 sahədir. Hansıdır? Maldarlıq, qoyunçuluq, yəni donuzçuluq olar. Hansıdır? Başlayaq birinci maldarlıqdan. İri buynuzlu maldarlıq. Maldarlıq yemə çox tələbkar olan bitkidir. Maldarlığın hansı istiqamətləri var? Yemə çox, maldarlıq südlük istiqamətdir, südlük də ətlik südlük. Tamam. Sırf südlü istiqamətli maldarlıq harda yerləşdirilir və nə səbəbə belə deyil? Mənim sırf südlük istiqamət maldarlığı əsas əslində yemə tələbkardır. Ancaq əhalinin daha çox olduğu istiqamətlərdə şəhər ətrafı ərazilərdə məskunlaşdırılır. Yemə çox tələbkardır. Yemə prostam. O da ki, yəni yemə çox tələbkar olan bir
sahədir. Əsasən iri şəhər ətrafı komplekslərdir. Bəs südlüyyətlik maldarlıq müəllim? Mənim ciddiyyətli əsasən meşə ərazidir, meşə çöl ərazidir, səhv eləmirəmsə. Düzdür. Bəs ətlik? Ətli bir də ki, müəllim, deməli, o da çöl ərazisindədir əsasən. Yəni, burada əsasən yemə tələbkar deyil də heyvanlar, yəni otarılma sayəsində mümkün o inkişaf elətdirmək. Otarılmaqla Çöllərdə kökəltmək mümkün olur. olur, meşə çöllərdə. Bəli. Otarmaq, deməli, təbii otlaqlarda otarmaqla Otarlarda kökəltmək olur. bəli, o inkişaf elətdirmək olur. Yəni südlük istiqaməti ancaq bağlı şəraitdə deyək, daha çox yem tələb edir. Bəli. Ətlik otarma Amma son sayəsində dövrlərdə kombinə edilmiş yemlər əsasında da heyvanları kökəldirlər. əvvəl bu bəli, inkişaf eləyir, doğru təsərrüfatlar, sənaye falan da inkişaf eləyir, yem falan yeni yemlər çıxardılar da. Düzdür müəllim. Təşəkkürlər. Çox sağ olun müəllim. Sağ olun. Tamam müəllimlər. Davam edək. Deməli, Rəşad bəydən sonra kim gəlir? Aytaç Hüseynova. Bəli, Hazırıq. bəli. Keçdik müəllim. Dünyada iri buynuzlu malqaranın sayına görə, yəni qara malın sayına görə fərqlənən ölkələr hansılardır? Deməli, Hindistandır, Çindir, Aha. ABŞ, Braziliya, Argentina, Rusiya. Bax müəllim, bir dənə sual verim sizə. Hindistanda qara malın sayı çoxdur, yoxsa Almaniyada? Hindistandır, Bəs hansında məhsuldarlıq daha çoxdur? Almaniyadır. Səbəb? İnkişaf etmiş ölkələrdə əmtərlik heyvandarlıq inkişaf etmişdir. Və yəni burada qara malın sayı heç də ölkənin şeyindən məhsul olan sağ ol. tərəfindən üstün deyil də. Harsız. Deməli, bax məsələn, Hindistan inkişaf etməkdə olan ölkədir. Orada mal-qaranın sayı çox olsa da, amma məhsuldarlığı zəifdir. Niyə? Çünki cins mallar deyil. Xırda mallardır, xırda heyvanlardır. Düzdürmü? Ətdə də zəifdir, südü də zəifdir. Ona görə məhsuldarlığı aşağıdır. Ekstensiv şəraitdir. Amma Almaniyada, məsələn, Hindistanda 100 dənə inək saxlayıb ondan məhsul əldə edirlərsə, Almanlar 50 dənə inəkdən Hindistanlıların 100 dənə heyvandan aldığı məhsuldan 2 qat artıq məhsul alır. Başa düşdünüz? Məsələn, Bəli. Hindistanda saxlanan qara malın məsəl üçün bir dənəsi fərz edək ki, $1000-dırsa, Almaniyada o heyvan qiyməti o 3000-4000 dollarlıq heyvan yetişdirir. Çünki daha cinsdir. Həm süd, həm ət baxımından daha cinsdir. Onlar daha böyük ölçüdə olur və məhsuldarlığı da yüksək olur. Başa düşdük müəllim? Bəli. Afərin. Bəs yaxşı, dünyada ən çox ət, süd məhsulları istehsal edən ölkələr hansılardır? Yeni Zelandiya, Danimarka, Niderland, deməli, Avstraliyada var. Hansısa. Əmtəlik istiqamətli südlük heyvandarlıq, maldarlıq sahəsində hansı ölkələr ixtisaslaşır? Əsasən inkişaf etmiş Amerika ölkəsi, Avropa, Qərbi Avropa, bir də Yeni Zelandiyanın Avstraliya. Hətta Argentina və Uruguay da o qrupa daxildir. Əmtəlik istiqamətli südlük. Bəli. Düzdürmü müəllim? Yaxşı. Bəs dünya üzrə ət tədarükü neçə faizini verir? 40%. 40%. Keçdik ikinci qoyunçuluq. Qoyunçuluğun maldarlıqdan üstünlükləri nədir? Ən gəlirli sahələrdən biridir. Bir də məhsuldarlığı yüksək olur. Əsasən ətli, sunluq ətli, bir də ki, Qaragül qoyunçuluğu üzrə. Qoyunun əsas məhsulu yunu və ətidir. Düzdürmü? Bəli. Bax müəllim, ətlik qoyunçuluq deyəndə nə başa düşürsünüz? Bu nə deməkdir? Yəni ki, ət qida məqsədi ilə. Ət. Bu qoyunlar iri çəkili olur, yoxsa xırda çəkili olur? İri çəkili olar. Haşa, iri cins qoyunlar olur. Onlar, məsələn, normalda qoyun təmiz... Biz dedək, üzr istəyirəm. Yuxusu gəlir o. Hə, üzr istəyirəm müəllim.
Buyurun müəllim. Hə, davam eləyək. Hə, bax, belə vaxtınızı saxlamışam, belə deyək də. Normalda bir dənə quzunu təmiz əti və fərz edək ki, 12-15 kiloqram arasıdırsa, amma ətli istiqamətli quzunun 20 kiloqrama yaxın çəkisi olur. Hətta biraz bir yaş yarım, 2 yaşa qədər saxladıqda daha böyük formaya çatdıqda onun çəki lap çox olur. 20 kiloqramdan da artıq çəki verir. 30 kiloqrama yaxın ət verən təmiz ətdən gedir ha söhbət. Qoyun cinslərdə onlar. Başa düşdünüz? Ona görə onlar ətli istiqamətli gedir. Tamam. Ətli istiqamətli qoyunçuluq hansı ərazilərdə inkişaf edir? Əsasən mülayim tropik rütubətli ərazilərdə, bir də dağlıq ərazilərdə. Rütubətli ərazilər, məsələn, Avropa ölkəsi, Yeni Zelandiyanı deyə bilərik. Dağlıq ölkələrdə də Boliviya, Çili, Peru kimi ölkələr. Bəs yaxşı müəllim, ətli yunluq qoyunçuluq əsasən. O quraq iqlimə malik olan ərazilərə. Bəs onların ölçüsü nətərdir? Kiçik olur yoxsa böyük olur? Kiçik olur. Onlar kiçik olur, sadəcə yunu çox olur onların. Bax, ətli qoyunların ölçüsü böyük olsa da çox az yunu olur. O yuna meyilli deyil, yunu az olur. Əti çoxdur. Amma yunluq qoyunçuluq desə yun çox olur. Onun çəkisi elə də olmur. Balaca qoyunlar olur, amma yunu çox olur. Əsasən hansı zonalarda inkişaf etdirilir? Türkiyədir, İrandır, Pakistanda quraq iqlimə malik olan ərazi. Çində, Avstraliya deyə bilərik. İndi yaxşı bir dənə sual verim. Aytaç xanım, bax Azərbaycanda rayonlarda, hətta Bakı şəhərində, kəndlərdə, ətraf kəndlərdə də olmaqla qoyun saxlanılır, qoyun yetişdirilir. Sizcə Azərbaycanda qoyunçuluq hansı istiqamətlidir? Azərbaycanda yəqin ki, yox, ətlik istiqamətlidir. Ətlik. Nə üçün? Qurbanlıqlar üçün saxlanılır, adi kəsib gündəlik. Görürsünüz, mağazinlərimizdə hər gün nə qədər qoyun əti, quzu əti kəsilir, satılır, düzdürmü? Azərbaycanda sırf ətlik qismən yunluq istiqamətlidir. Başa düşdünüz? Heç bizdə qoyun südündən demək olar ki, heç istifadə edə bilmir. Başa düşdünüz? Yəni çox az. Bəlkə də dağlıq rayonlarda çobanlar zadar istifadə eləsə də zəif, çox aşağı səviyyədə. Əsasən ətlikdir bizdə. Yaxşı müəllim, bəs qaragül qoyunçuluğu nədir? Deməli, bu əsasən zərif yunlu qoyunçuluq növüdür. Əsasən Mərkəzi Asiyada, Özbəkistan, Əfqanistan, Türkmənistan kimi, bir də İranda inkişaf etmişdir. Həmçinin şeydə var idi, Botswana, Namibiyada var idi, Afrika ölkələrində də deməli zərif yunlu qoyunçuluq var. Ona qaragül qoyunçuluğu deyilir, düzdürmü? Bəli. Aha, bax qoyunçuluq təsərrüfatının maldarlıq təsərrüfatından üstünlükləri nədir? Məhsuldarlığın yüksək olması, yemə az tələbkar olması, sayının tez artması, təbii otlardan geniş istifadə olunur. Hansı daha çox əmək tutumludur? Qoyunçuluq yoxsa maldarlıq? Maldarlıq. Bəli, maldarlıq daha çox əmək tutumludur. Qoyunçuluq nədir? Otarılma ilə il boyu örüş otlaq şəraitində onu inkişaf etdirmək olur. Özə sayı da tez çoxalır, bilirsiniz. Bəli. Tamam. Keçdik donuzçuluğa. Donuzçuluq necə təsərrüfat? Bunu da deyin müəllim. Donuzçuluq əsasən iri şəhər aqlomerasiya ilə, yəni tullantıların bir də kartof istehsalının olduğu ərazilərdə yerləşdirilir. Bəzi ölkələr şəkər çuğundurda yedirilir. Bax, onu da yada saxlayın. Necə müəllim? Şəkər çuğundurda onun yem bazasını təşkil edir. Sonra? Əsasən bu sahədə Avropada, Amerika, bir də Çin ixtisaslaşmışdır. Dünya ətinin 40%-ni təşkil edir. Bəli. Müsəlman, bax müəllimlər, testlərdə sual düşəndə donuzçuluq üzrə İslam ölkələrini çıxırsınız, müsəlman ölkələrini çıxırsınız. Əsas xristian ölkələri. Yəni qeyri-müsəlman bütün dövlətlərdə donuzçuluq təsərrüfatı var. O yüzden donuzların sayına görə də hansı ölkədir bilirsiniz? Sayına görə Amerika. Çin. Ən çox donuz ətindən istifadə edən ölkə Niderlandında Danimarkadır. Bəli. Dünya ət istehsalının 40%-ni maldarlıq verir. Təsəvvür edirsiniz. 40%-ni donuz verir. Təsəvvür edirsiniz. Yarısı elə bir ki, əsas ikisi tutur da, önündə gedən ikisi. Tamam, təşəkkür Aytaç xanım. Sağ olun. Afət İsayeva. Bəli, mən axşamınız xeyir. Axşamınız xeyir. Hazırıq. Bəli. Getdik müəllim. Başlayaq. Qoyunçuluq, donuzçuluğu dedik. Keçdik müəllim quşçuluq təsərrüfatına. Buyurun.
Deməli, quşçuluq kənd təsərrüfatının sahələrindən biridir. Dünyada ət istehsalının 17-18%-ində quşçuluq verirdi. Əsasən də iri şəhər aqlomerasiyalarına yaxın ərazilərdə Aslında əhalinin təzə ətə bir də yumurtaya olan tələbatını ödəyir. Düzdürmü? Aha. İndi mənim quşçuluq müəssisələrinin yerləşmə prinsipləri son dövrlərdə dəyişilib. Bir var quşçuluğun yetişdirilməsi, orada fermada cücədən tutur, böyüdürlər. Orada sırf yetişdirmədir. Cücələr gətirirlər ora, xüsusi kombinə edilmiş yemlərlə yedizdirib onları qısa zaman ərzində böyüdürlər. Bir də var kəsib və emal etmək. Bunlar bax indi bu yetişdirmə müəssisələri harda yerləşir, emal müəssisələri harda yerləşir? emal müəssisələri çox güman ki, iri şəhərlərə yaxın ərazilərdə yerləşdirilir. Düz. Digərləri isə daha çox yem bazası olan ərazilərdə. Taxılçılıq rayonlarında. Ay sağ ol. Əla. Yaxşı. İndi müəllim, quşçuluq müəssisələri şəhərlərin içindədir yoxsa kənarlarında? Şəhər ətrafı ərazilərdə olur. Niyə görə onu şəhərin mərkəzinə gətirmirlər sizcə? Onu bilmirəm. O tullantılarına görə ola bilər bəlkə. Həm tullantılarına görə, həm də çox pis qoxusu var. Dəhşət, dəhşət. Siz Demək istədim əslində. hə, Siyəzən tərəfdə yaşayırsınız, Zərafət xanım. Hansı tərəfdə yaşayırsınız? Mən Qubada. Qubada. Yəqin ki, Siyəzən tərəfdə var da, Siyəzən broiler var. Elə Azərbaycanın ən keçmiş broilerlərindən biri. O zonada dəhşət, həqiqətən də çox belə dəhşət qoxusu var onun. Yəni belə deyək də, ətraf mühitdə çirkləndirmə yaradır da, belə deyək də, çirklidir. Ona görə də onu şəhər ətrafına, tullantılarına, qoxusuna görə onu şəhər ətrafında yerləşdirirlər. Okay, getdik müəllim, balıqçılıq təsərrüfatı. Buyurun. Balıqçılıq da qədim təsərrüfat sahələrindən biridir. Əvvəllər deməli Atlantik okean sahilindən hazırda Sakit okean sahillərini keçirmiş. Burada əsasən Çin idi, Yaponiya, ABŞ, sonra Böyük Britaniya, Rusiya, Kanada kimi ölkələr seçilirdi. Yaxşı. Bax müəllim, marikultur var, akvakultur var. Nə deməkdir? Bu təsərrüfat sahələri əsasən akvakulturda süni su hövzələrində dəniz məhsullarının yetişdirilməsi, marikulturda da belədir. Müxtəlif dəniz məhsulları, mollyuslarda, xərçəng kimləri, balıqların belə deyək də istehsal olunduğu təsərrüfat sahəsi. Bax müəllimlər, marikultur, mori sözü dəniz deməkdir və dəniz təsərrüfatıdır. Düzdürmü? Bax, yəni dənizi, məsələn, Xəzər dənizinin xüsusi bir hissəsini əhatələyib müəyyən hissələrə bölürlər. Tutaq ki, setkalarla ayırırlar. Orada balıqları yetişdirirlər. Bu olacaq marikultur, morikultur, yəni dəniz təsərrüfatı. Düzdürmü? Bir də var akvakultur, akvarium şəraitində qurudur. Məsələn, Salyan, Sabirabad, Neftçalada rayonlarda nə qədər süni göllər düzəldilir. Düzdürmü? Bu süni göllərdə balıqların yetişdirilməsi olur akvakultur. Yaxşı müəllim? Aha, bəs qeyri-ənənəvi kənd təsərrüfatı sahələri hansılardır? Qeyri-ənənəvi malçılıq aid idi, dəvəçilik idi, baramaçılıq, bir də ki, arıçılıq aid edilir. Aysə, bunlar qeyri-ənənəvi kənd təsərrüfatı sahələridir. Yaxşı, indi deyin görün mənə, maralçılıq sahəsində hansı ölkələrdir? Maralçılıq əsasən şimal ölkələrində idi, Kanada, Norveç, İsveç, Rusiya kimi ölkələrdə idi. Bəs dəvəçilik? Dəvəçilik əsasən isti ölkələrdə idi, Şimali Afrika ölkələrdə, Cənub-Qərbi, Mərkəzi Asiya ölkələrində. Bəs atçılıq? Bir də atçılıq da əsasən o Mərkəzi Asiya ölkələrində. Qazaxstanda, Türkmənistanda. Bir də mənlər, dünyada axaltəkə atları var. Türk dünyasında da keçəcək, Türkmənistanda yetişdirilir. Axaltəkə atları, cins atları da. Yaxşı, dəvəçilik Azərbaycanda var mənim? Deyəsən var mənim. Hardadır mənim? Yoxdur mənim. Hardasa dəvə qutabı verilərsə o demək deyil, dəvəçilikdir. Gətirirlər 3 dənə, 5 dənə, onu sırf kəsirlər, yəni ictimai yaşayış obyektlərində verirlər. Sonra mənim, baramaçılıq nədir? Baramaçılıq o barama qudu var idi. Onun hazırladığı, nə deyirlər, ipəkdən istifadə olunur. Bəli. O da heyvandarlığa aiddir. Ən çox hansı ölkələrdir? Mərkəzi Asiya ölkələri idi, Çin, Hindistanda. Bir də Hindçin ölkələri. Yaxşı, arıçılıq?
Arıçılıq əsasən dağlıq ərazilərdə idi. Latin Amerikası ölkələrində məsələn Peru, Boliviya ərazisində idi. Mərkəzi Asiyadan da, Tacikistandan, Qırğızıstanda var idi. Bir də mülayim qurşaqda yerləşən ölkələrdir. Hansılar? Polşa, Moldova, Ukrayna, Rusiya, Ukrayna. düzdür bu ölkələrdir. Bir də var meşə təsərrüfatı və ovçuluq. Bu sahədə hansı ölkələrdir? ABŞ idi, Kanada, bir də Rusiya. Rusiya daha çox fərqlənən ölkələrdir. Tamam. Bir dənə də sual verin mənə. Meşə sənayesi kompleks olaraq neçə yerə bölünür? Kompleks olaraq ağac emalı, bir də var tədarükü. Oduncanın tədarükü harda həyata keçirilir? Tədarük əsasən o meşə qurşağı olan ərazilərdə idi, Latin Amerikası ölkələrində idi əsasən. Hansı ki, oduncağın qırılmasında. Rusiyada da tədarük var da, Kanadada. Yəni meşələr olan yer. Bəs emal nədir? Emal sənayesi isə artıq onun ağacların müxtəlif emal prosesinə keçirilərək məhsullara çevrilməsi. Neçə yerə bölünür? Mexaniki və kimyəvi emal olmağına iki qrupa bölünürdü. Mexanikdə mebel idi, fanel, taxta, şalban, tikinti materialları. Taxta, şalban, tikinti materialları idi. Kimyəvidə isə lak, boya, düzdür. Spirtli lakdır, boyadır, kağız, selülyozdur. Bunlar istəsin. Təşəkkürlər. Çox sağ olun.